Herkese salam, hər vaxtınız xeyir olsun dostlar. Bugün biraz eşyan sıxma boğma eləyirəm. Dedim siz də şahid olasınız. Hətta bəzi sualların cavabları özümə də maraqlıdır. Amma həqiqətlər deyim də. Yaxşı. Mənimlə evləndiyinə peşmansan? Saçma sual ki. Hansı xasiyyətimi dəyişmək istəyirsən? Hiçbir şey. Fikirləşək də vaxtım var, yəni bol. Hansı xəsiyyətini dəyişmək istəyirəm? Tam səmimi. Tam səmimi Allah. Necə deyim, sənəm haqqında danış desələr 3 kəlmə ilə sənə anlat. Gözəl, namuslu, uşaqlarına əlinə qayğı çək. Təşəkkür edirəm. 24 saatlığına həyatlarımızı dəyişsək, səni ən çox stressə soxan şey nə olardı? Sən hardasan? Mənə xəyanət edəmək, yoxsa mənimlə heç vaxt tanış olmamaq? Sənə xəyanət eləmək. Sənin heç vaxt tanış olmamağa neyinə ki? Bir dəfə əsən dişimi çıxarım. Şən Allah! Sən mənim bu sualın cavabını. Sən heç vaxt tanış olmamaqdan sonra ona nə olur ki, nə mənası olur ki həyat? Neyinəm ki o həyat? Mənim həyatım yanalısa niyə xəyanət edirsən onda? Ki qapı arasındayam. İkisindən birini seçməliyəmsə, mən xəyanət eləməyi seçirəm. Məcbur qalıb. Neysə, yardım işarəsi var. Məndən əgər sıxıldınsa, videolardan falan belə şeylərdən sıxıldınsa. Mən solladım işte. İşarəni də. Sonra. Bu işarəni deyildim bu arada. Sonra. Sonra. Mən də sevmədiklərin. Bəxt dilində aşkım. Xasiyyətim idi də o. Görkəm də ola bilər, hər şey ola bilər. Mən də sevmədiklərim. Hiçbir şey. Sıfır. İmlə sevmədiyim bir xasiyyətin yoxdur. Mənlə bir ay küslü qalmaq, yoxsa bir həftə qızlarla görüşmək? Sənin bir ay küslü qalmaq. Hə, tamam. Sevdim o cavabı. Əgər, o məşhur trend sualları, əgər sənə bir qız bu qədər yaxınlaşsa, nə deyərsən ona? Demə məsafəsi mən vermişim. Yaxınlaşıb da tanımadığım bir qız yaxınlaşıb. Hə. Bu qədər məsafədə. Hə. Yorəm şükür. Ay. Yalnız zarafası bu qədər məsafə yaxınlaşırsa, deməli, orada qızdan çox günahkar mənəm də. Ay, sağ ol, qoçum aslanım. O qədər məsafə yaratma, yaxın ağzımın içinə də girsin ağzıma. Sevdim səni. Belə get, amma bir dənə o sualı xoşlamadım ha. Mənə xəyanət eləmək, yoxsa... Yaxşı, səninlə heç tanış olmamaq. Ay, sağ ol. Yaxşı, o da Elçin Ömərin ismini arayacam. Ballarımını arayacam. Allah şükür var da, indi sualdır da. Sualdır və deyirsən ki, ya A qapı, ya B qapı. İkisindən birini seçəcəksən və həyatdan davam edəcəksən. Bu olmalıdır. Ömür həyatı boyu səninlə heç vaxt görüşməmək, bu uşaqlarımızın olmaması, bu həyat yaşamamaq mı? Bir dəfə xəyanət etmək mi? Məntiqlə fikirləş. Neyinəm ki, kimi balalarım var, ailəm var. Allah həmd olsun. Yəndə amma xəyanət qırmızı cizgidir də, ona görə. Nəysə. Suallarım bu qədər. Çox sağ ol, təşəkkür edirəm suallarımda iştirak elədiyin üçün, cavablandırdığın üçün. Əgər bu tip sualların gəlməyini istəyirsinizsə, dostlar yazın. Çəkək. Amma maraqlı suallar olsun. Tamam. Nə tip suallar istəyirsən? Bax, birinci, ən axırıncı verdiyin sual kimi. Mən də sevmədiklərim. Yox, ən axırıncı sual o idi. 45, 40 gün, 30 gün. Hə, bildim yadım. Bax, mənalı suallar. Hə, mənasız suallar verən də mən. O bilən olsun. Mən də sevmədiyim xəsiyyət, deyirəm heç nə yoxdur. Ondan sonra Florida başqa inanmaq oxşar bir şey deyirsən. Bilmək istəyirəm də, baxma. Bəlkə sevmədiyim bir xasiyyət var. Olsa deyərəm də. Şımardım amma. Kanala abunə olmaq, videomu bəyənmək, şərh bölməsində şərh yazmaq unutmayın. Sağ olun, salamat qalın. Hələlik. Sağ ol.